məşhur gimnastlardan biri indi lentlə çıxışını sərgiləyir. Bəli, Elçiryakova Safiya lentlə çıxışını yekunlaşdırdı. Rəngarəng bir çıxış izlədi gimnastdan. Qeyd etdiyim kimi, bu qrupun ümumiyyətlə yarışın favoritlərindəndir. Polşa təmsilçisi 27,500 balla qiymətləndirildi. Düşünürəm, bəli, düzlə çıxışdan nəzərən daha yaxşı bir çıxış idi. Və az sonra biz Safiyanın nəticəsini görəcəyik. Amma mən düşünürəm ki, Safiyanın güclə çıxışı daha uğurluydu. Yəni, bu çıxış da çox gözəl idi, çətin elementlər çox idi, riskli elementlər çox idi və ekranda da siz bunu görə bilirsiniz hal-hazırda təkrarlardan. Amma sanki güclə çıxışı daha yaxşı alınmışdı və indi isə gördüyünüz kimi lentlə çıxışlar zamanı ən çox edilən hərəkətlərdən biridir. Çox gözəl görsənir. Öz oxu ətrafında dönərək ayağını yan tərəfə doğru açmaq çox gözəl görsənir. Xüsusilə lentlə döngülər zamanı gimnastların ən sevdiyi elementlərdən biridir və icrası da təbii ki çətindir. Çünki balansı saxlamağı bacarmaq lazımdır bu döngülər zamanı. Və indi isə təkrarlardan sonra xalçaya Rumıniya təmsilçisi Halep Kristina dəvət olunur. O da qeyd edim ki, ölkəmizdə keçirilən gimnastika üzrə, bədii gimnastika